Bismillahirrahmanirrahim. Rabbi ənzilni munzələn mübarəkə və əntə xayrul munzilin. Bu ayə deməkdə məqsədim odur ki, elə ümumiyyətlə çox işlərdə elə bir növ adət eləmişəm ki, deyəm və bəhrəsini də görmüşəm ki, elə bir Allahdan bərəkət istəyirəm, xeyir bərəkət istəyirəm, çoxlu, bol xeyir həmin işlərdə. Ona görə də elə burada başlayanda da deyirəm ki, bu söhbətimiz xeyirli olsun, bərəkətli olsun. Heç kəs üçün yox, elə adı özüm üçün deyirəm, özümüz üçün xeyirli, faydalı olsun inşallah. Bir dənə məsələ barəsində istəyirəm bugün danışaq. Həmin məsələdə əslində biz sözün enerjisi barəsində danışmışıq, çox dəyərli də söhbət idi. Mən çox şeylər oradan özüm üçün öyrəndim, götürdüm. İstəyərdim düşüncənin enerjisi barəsində. Çünki insan danışmazdan əvvəl bizim elə hədislərimizdə də bu qeyd olunub. Böyülərin də sözüdür, el sözüdür bir növ ki, əvvəl düşün, sonra danış. Böyle bu təbəqəyə bölsək cəmiyyətdə insanları, bir dəstə insan var ki, düşünür, sonra danışır. Bir dəstə insan var ki, danışır, sonra danışdığını düşünür. Üçüncü dəstə insanda bunlar biraz çətindir. Düşünmür, danışır, danışandan sonra da düşünmür ki, mən bu sözü dedim, görəsən yaxşı söz oldu, yoxsa yox. Bu baxımdan elə istəyərdim bu barədə söhbət eləyib. Hər bir məktəbin, hər bir deyilən bir fikrin, düşüncənin, çünki sözlər düşüncədən axıb gəlir deyilir də, hər halda o düşünməyib danışan insan da əvvəldən düşünüb haçansa onun söz şuuraltı bəli. Elə mən bir növ həmişə istəyirəm baxam, məsələn, kimsə bir iddialı bir söz deyir, onu istəyirəm baxım və o iddialı sözdə təbii ki, məsələn, belə deyək, öz ətrafına insanlar toplayır ki, həmin insanlar da o həmin sözə belə deyək, əməl eləyirlər, inanırlar. O sözün düzgün olmasına görə mən həmişə baxıb istəyirdim ki, görün məsələn, ilk sözü nazil edən Allahdır, vəhiydir. Allah Teala elə Quran-ı Kərimi nazil eləyib də, elə vəhiydir, sözdən ibarətdir. Orada bir söz var, daha doğrusu ayə var. Ayədə Allah Teala buyurur ki, وَلَقَدْ أَرْسَلْنَا رُسُولَنَا بِالْبَيِّنَاتِ Biz öz peyğəmbərlərimizi, elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik və ardıcan bir söz işlədir. Ayənin içərisindəki وَأَنْزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانِ Biz onlarla birlikdə kitab nazil elədik. Kitab məlum məsələdir. Yəni Allahın kitabı vəhiy. وَالْمِيزَانِ Bir də ölçü, mizan nazil elədik. Mən bu ayə özü əslində bir dənə yol göstərir. Yol da nədir? Hər eşitdiyin hikmətli bir sözü, əgər istəyirsənsə ki, düzdür, düzlüyünü biləsən və yaxud səhvdir, düzgün deyil ki, məsələn, cəmiyyətə faydalıdır və yaxud ziyanlıdır, zərərli bir sözdür. Həm də özün işlətdiyin, ola bilər bir ideya da insanın zihninə gəlsin və həmin ideyanın əsasında həyatını qurasan və yaxud insanlara onu ilə tövbə verəsən. Bu düzgündür yoxsa yox? Çünki cəmiyyətdə bizdə belə cür formalaşıb ki, əgər bir insan bir şey iddia eləyirsə, cəmiyyətimiz ona reaksiyası bu cür olur ki, məsələn, filan kəs harada oxuyub? Məsələn, harası söykənəcək bir yeri var. Halbuki, məsələn, düz deyə oxuyub, aləmdə oxuyub həmin insan. Amma biz onu bir növ terminləşdirmişik də, məsələn, ustad yanında olmalıdır, bir məktəbdə oxumalıdır falan, söykənəcək və yaxud hansısa bir kitaba istinad eləməlidir. O cəhətdən mən deyirəm ki, özüm üçün baxıram Quran-ı Kərimə ki, görüm Quran-ı Kərim həmin sözün doğruluğunu təsdiqləyir, yoxsa inkar eləyir. İnkar eləyirsə təbii ki, qoymaq lazımdır bir kənara. Amma təsdiqləyirsə, hələ o sözün ardıcan getmək daha yaxşıdır. Həmin ayə bunu göstərir, yol göstərir ki, və ənzəlna mə'əhumul kitabə vəl-mizan. Biz onlarla birlikdə, peyğəmbərlərlə birlikdə nəyi nazil elədik? Kitabı və bir də mizanı, ölçünü. Bu mizan sözü əslində orada işləndiyinə görə yolu göstərən də budur, ölçü. Baxın, iki nəfər bir-birləri ilə mübahisə eləyir məsələn.
Burada məntiq deyir ki, bunlardan biri səhvdir, biri düzdür. Əgər mübahisə yaranırsa, biri səhvdir, biri düzdür. Yəni mümkün deyil ki, ikisi də düz olsun. Düz olsa onda mübahisə eləməzlər ki, sözləri düz gələr. Deməli burada nəsə ziddiyyət var. Biri səhvdir, biri düzdür. Həmin o bəhsdə, həmin o məsələnin üzərində. Və dünyada da elə bu cürdür. Həmişə də belə deyək də, Quran buyurur ki, yeganə tək olan varlıq Allahdır. Amma yaratdığı hər bir şey cüddür. Yasin surəsində var da, xələqəl əzvacə. Allah cüd yaratdı hər bir şey. Mənfidir, müsbətdir. Belə. Amma bir dənə şey var ki, o iki şey var onun içərisində. İkisi də düzdür. O da nədir? Qədim tərəzilərin, mizan tərəzi mənasında da Quran-Kərim. Qədim tərəzilərin daşları olurdu ki, ona da bizim dildə pərsəng deyirlər. Əslində parəsəngdir, yəni daş parçası belədir. O daş nədir? Ölçünün çəkisini, neysə ki, oradakı çəkirsən, onun belə deyək də ölçüsünü bildirir. O belə deyək, bir tərəfinə həmin o nəyə ki qoyacaqsan, çəkəcəksən, bir tərəfinə onu qoyursan, digər tərəfində də həmin o pərsəngi qoyursan, daşı qoyursan, onun ilə ölçüsünü bilirsən. İndi o pərsəng aşağı da olsa yenə düzü göstərir, yuxarı da olsa yenə düzü göstərir. Yəni sənə orada nəyi göstərir? Yəni ki, bu çəkisi o miqdardadır və yaxud o miqdarda deyil. Deməli, bu pərsəngin, bu tərəzinin, daşının ikisi də nəyi göstərir? Düzü göstərir. Deməli, ikisi də düzdür. Allah Quranda buyurur ki, biz kitabı mizan olaraq nazil edik. Yəni, kitab, Quran-ı Kərimin özü də bir dənə ölçüdür. Elə bir pərsəng daşıdır. Sən iddia elədiyin, dediyin bir sözü və yaxud eşitdiyin bir sözü Allahın kitabı ilə tutuşdur, yəni onu ilə ölç, onun Allahın kitabının mizanına, ölçüsünə qoy və oradan baxıb görəcəksən ki, bu düzdür yoxsa səhvdir. Oradan təyin eləyəcəksən. İndi o cəhətdən demək istəyirdim ki, düşüncə baxımından da biz elə qədim sözlə desək, düşüncə sahiblərinin barəsində bu söz çox işlənir ki, mütəfəkkirlər. Yəni düşüncə sahibləri və adətən də mütəfəkkirlər ortalığa bir dəyərli bir fikir qoyurlar. Yəni fikirlərini söz şəklində ortalığa qoyurlar və insanlar da o sözlərin əsasında həyatını qururlar, işlərini qururlar və s. Hələ istərdim düşüncənin barəsində danışaq. Belə zehnimə bu gəldi ki, giriş olaraq bu sözü deyim. Bizim düşüncələrimiz indi məsələn zamanənin populyar məsələlərindəndir də şuur və şuuraltı ki, yerindədir. Çünki Zigmund Freud tərəfindən bu terminləşdirilsə də şuur və şuuraltı əslində bu 14 əsr əvvəl Allah Teala bunu Quranda deyib ki, insan bir var şuurlu şəkildə hər hansı bir işi görsün, addım atsın, rəftar eləsin, davransın və yaxud danışsın. Bir də var şuuraltı şəkildə ki, adətən biz diqqət eləyəndə bunu görürük ki, işlərimizin, rəftarlarımızın, danışıqlarımızın hətta demək olar ki, 99% şuuraltı şəkildədir. Məsələn, biz 2 dəfə, 3 dəfə burada söhbət eləmişik, çəkiliş olub. Birinci dəfədə mən burada oturmuşam, siz orada oturmuşsunuz. Şuuraltım hər dəfə mənə deyir ki, gələndə burada otur. Yəni, mən şuurlu şəkildə burada oturmuram. Çünki şuuraltım da bunu qəbul elədi ki, mən burada oturmalıyam. Bu sadəcə bir misaldır. Allah rəhmət eləsin, Şəhid Mütəhhərin də sözü budur ki, deyir, insanın şuuru şuuraltısının əskəridir. Şuuraltı elə bir ki, bir növ əmr eləyəndir, şuur da onu yerinə yetirir. Çox gözəl də bir misal çəkir buna. Quran-ı Kərim toxunub buna. Amma bundan da biraz artıq söz deyib. Ki, bu gündən məsələn, şuur və şuuraltı ilə işləyən mütəxəssislər, bu barədə insanlara xidmət eləyəndə demək deyərdim ki, bəlkə bir çoxları heç bundan xəbərsizdir. Taha surəsinin 7-ci ayəsində Allah Teala buyurur ki, İnnehu ya'lamu sirra və əxfa. Bir açıq-aşkar deyilən söz var ki, onu hər kəs bilir və Allah da bilir. Təbii ki, öz yerində. Yəni düşüncədən nə keçirdisə, nə düşündüsə, danışdın və bilindi. Və bir də var gizlətdiyin, sirr olan. Şəhid Mütəhhər rəhmətli deyir ki, bu şuuraltıdır. Həmin o şuuraltıdan söhbət gedir. Ki, Allah onu da bilir. Amma ondan başqa biraz da gedir dərinliyədir ki, və əxfa və gizlini də Allah Teala bilir. Həm sirri bilir, yəni şuuraltını, həm də gizlini bilir. Yəni şuuraltının da şuuraltısı var.
Şuur budur ki, Allah Taala verdiyi nemətdir də. Biz şuurlu şəkildə məsələn düşünürük, danışırıq. Şuuraltı budur ki, heç düşünməsək də belə şuuraltı öz işini görür, bizi danışdırır. Amma şuuraltının nədir? Bizim orada doldurduğumuz informasiyalar, məlumatlardır ki, odur bizi idarə edən, belə deyək. Amma şuuraltının şuuraltısı o bir dənə bazadır. O bazadır ki, bizim özümüzün oradan xəbərimiz yoxdur. İndi kvant fizikasında da bu var. Ki bizim oradan xəbərimiz yoxdur. Onu Allah Taala keçmişdən ta gələcəyə qədər insan ömründə nələr baş verəcək, nə məlumatlar var, hamısı bütün olaraq o şuuraltının şuuraltısındadır. Həmin yerdədir ki, o bir dənə bazadır. Onu biz doldurmamışıq. Ora elə dolu şəkildə Allah Taala bizlərə verib, dolu bir kitabxanadır. Keçmişdən gələcəyə qədər, nəinki bizim həyatımızda, hətta aləmdə nələr varsa bütün məlumatlar bir yaddaş kartıdır ki, Allah Taala yerləşdirib orada var. Və şuuraltı ilə də bizim özümüzün belə deyə idarə olmamız. Buna da Quran-ı Kərimdə Allah Taala toxunub. Qul kullun ya'malu ala şakiləti. Ya Peyğəmbər de ki, hər bir insan öz şakiləsinə uyğun belə deyək, rəftar eləyir, davranır, yaşayır. Şakilə yəni nədir? Müasir dinləndisi şuuraltı. Yəni vərdişlər. Nə doldurmursan şuuraltıya, onlarla da idarə olunursan. Düzdür, ondan sonra Allah Taala ayənin ardınca, amma əsas sübut məqamında bunu demək istədim ki, Quran-ı Kərim özü də toxunub buna. Ki, əsrlər əvvəl bundan qabaq bu şuuraltı söhbəti olmayanda belə var idi. Düzdür, mənbələrdə keçir təhdəl şuur, ərəb dilində keçir bu termin, şuuraltı və gəlib onu da Sigmund Freud belə deyildi, terminləşdirib. Daha da asanlaşdırıb, sadə şəkildə və zamanə insanların başa düşəcəyi şəkildə. Sözüm nədir? Əslində sözüm burada budur ki, bir çox zamanədə açılan şeylərin, kəşf olunan şeylərin araşdıranda görürük ki, Allah Taala 14 əsr bundan qabaq elə Quran-ı Kərimdə nazil eləyib. Orada var. Sadəcə olaraq biz ondan diqqətsizik. Amma yenə də tutuşdurub görürük ki, Allah Taala Quran-ı Kərimdə bunun düzlüyünü təsdiqləyir. Salırıq həmin o çərçivəyə, həmin o meyzana, o pərsənglər onu təsdiqləyirlər, düzəldirlər. Elə istəyərdim şuur və şuuraltının barəsində elə həqiqətənmi, düzdür Quran-ı Kərim deyir bunu, amma sizdən eşitmək istəyərdim bunu ki, insan şuuraltı ilə idarə olunur. Və yaxşı olmazdımı ki, insan elə öz həyatını şuurlu şəkildə yaşasın da? Mümkün deyilmi, yoxsa? Mən nə demək istəyirdim Hacı? Şuur və şuuraltı ki, alt şuur, o alt şuur spiral DNK-dan söhbət gedir. Spiral DNK adı belə gedir. Kvant biologlar ümumiyyətlə olmuşsa çox işləyiblər. Şuuraltısız mümkünsüzdür. Mümkünsüz bu barədə mümkünsüzdür ki, yəni quruluş, yaradılışın özəlliyi, gözəlliyi oradadır. Mənim yadıma Peyğəmbər İslam düşdü. Bizim evdə də asılı bu yazı ki, biz Peyğəmbər İslam deyir ki, mən elimin şəhəriyəm, İslamda onun qapısıdır. Oradan belə başa düşmək olur ki, söhbət Peyğəmbər şuurun, şuuraltının özü idi, həqiqətin özü idi. O cür formalaşmışdı, yəni əməl, hərəkət, ünsiyyət, davranış, yəni bu insanlar arasında yaşamaq və ona layiq olmaq və Peyğəmbərliyə layiq olmaq və tam şuurun özünə çevrilmə, bu çox nadir hallarda baş verir. Bu demək olar ki, ümumiyyətlə baş verir. Tək Peyğəmbər İslam ki var, ona aid olan bir məsələdir ki, ona görə də icraçı olaraq şuur şəkildə icra edən İslam olub. O demək deyil ki, İslam şuuraltıdan xəbərsiz idi. O da Peyğəmbər kimi kişidən şuur, ümumiyyətlə insan biologiyasının, yaradılış barəsində maksimum məlumatlı idi. Amma qaldı ki, nəsə biz nəyisə öz başımızdan, biz heç nə öz başımızdan demirik. Zaten ötürüm belə idi. Yəni İslam tarixində, ümumiyyətlə İslam tarixində psixologiya deyən bir şey ki var. Məsələn, bir nəfər də yazarlardan biri öz kitabında yazmışdı ki, dünya yaranandan psixoloq olub və insanlarla işləyib. Həqiqətən o. Bəli. O dövrlərdən var. Çünki onsuz mümkünsüzdür. Bu insanşünaslıq, yəni
İnsanşünaslıq və yaxud da ərəb dilində, ərəb mənşəli söz təhtər şuur bildirilir ki, adda o cür adlanır. Yəni şuur, şuuraltı, yəni psixologiya, yəni insan, yəni insanın özü həqiqəti və əsl həqiqəti də insanın, yəni öz başına insan öz şuur hərəkətdə olmasını düşünsə də şuur heç vaxt hərəkətdə olmur. O aldığı məlumatlar əsasında hərəkətdə olur. Gördüyü, müşahidə etdiyi məlumatlar əsasında hərəkətdə olur. Bunu oxumaqla, hansısa bir təhsillə əldə etmək olmur ki, mən şuuraltıdan dedim bunu, yoxsa şuurlu şəkildə dedim, yoxsa da... Təyin eləmək olmur. Yox, bunu bu cür hər kəs öz başına düşünsə ki, mən bunu, bu məlumatı, məsələn, ilhamlanma deyirlər. Məsələn, mən eşitmişəm ki, sizlərdən ki, hikmət çeşmələri var. Quranda belə bir ayə var ki, insanın qəlbində hikmət çeşmələri var. Bu şuuraltı məsələ orada, bu şuur, biz bildiyimiz şuuraltı yox, hansı ki, bu gün məşhur və populyar olan, həmən o spiral DNK-dan, mətin DNK-dan söhbət gedir. İnsan o qədər dərin düşüncəyə sahib olur ki, o qədər düşünür ki, o qədər dərin düşünür ki, o mətin açılır o üçün, yəni aşkar olur, gizlində olan bir şeylər ki var, onun həqiqətində, özü ki, həqiqətindəki bir şeydir. Orada artıq biz bildiyimiz hərflərdən, biz bildiyimiz rəqəmlərdən ibarət olan bir mətin deyil orada. Orada o mətin elə bir mətindir ki, o mətini Peyğəmbər İsa'nın Quranda göstəribdir. O qədər asanlaşdırıb ki, biz başa düşək. Bunu Peyğəmbər İsa eləyib. Yəni, o dili Peyğəmbər bilirdi Peyğəmbər İsa. Onun dili, o dil nə rus dilidir, nə İbrani dilidir, nə ərəb dilidir. O dil, 9 dil var, o dil onlardan biridir. Yəni, qeybi məsələlər ki var ki, bugün kvant biologları bunu əsas olaraq ortaya çıxardıblar ki, 9 dil var orada. İnsan o mətin DNK-da, spiral DNK-dan o 9 dil var, onu insan aşkar edə bilməz. Yəni, onlardan da ən mükəmməli insandır. İnsan da özünü keçən dəfə edir ki, ətsümeyi bilir və şuuru hərəkətdə olması düşünür ki, şuuru hərəkətdədir, amma yox. Şuur sonraki, bayaq siz dediniz, əskərdir. Şuur aldığını təqdim edəcək, aldığını fikir mexanizmi vasitəsilə, dillə danışacaq, ötürəcək. O düz olmaya da bilər. Amma qaldı ki, daxili aləmə müraciət eləmək, yəni qəlb deyən bir şey ki var, ora baş vurmaq. Bu artıq dərin düşüncə ilə baş verir. Hətta İslamı qəbul eləməyən fərqi yoxdur. İnanclı və inancsız insan da olsa belə. Dərin düşüncə ilə zaten axırı o bir yerə gələr çıxır ki, o həqiqətə söykənəcək. Necə ki, bayaq dedik ki, kvant fizikdə, kvant biologlar daha doğrusu görürsünüz bir yerdə yaşayıblar o yerdə ki, heç vaxt da açılamayacaq kimi. Yəni, belə bir nöqtə qoyublar ki, yəni, ora giriş mümkünsüzdür, ora ancaq fərdin özü girə bilər. O da ya təfəkkür əldə olmalı, dərin düşüncəli insan olmalı, ya da müdrik bir dərin düşüncəli bir insan olmalıdır ki, onun üçün onu kəşf edə bilsin. Hamısını yox, müəyyən bir hissəni açmaq mümkündür. Yəni, insan nə qədər götürə biləcəyi yükdən də çox şey asılıdır. Çünki beyin hər bir naqurskiyə dözə bilməz. Yəni, o böyük bir, orada bir məlumatın yükü var. Məsələn, biri insana öz sevgisini belə bildirəndə insana həyəcan basar. Narahat olar, qalar ki, insan Allah orada məhəbbətdən başqa da bir şey qoymayıb. Yəni, məhəbbət tipli, yəni, həqiqətə dayanan bir məlumat ki, oradan şuura atıla və insanla dözüm gətirə, insan da tanımadığı şey, yəni tanış olmayan bir şey çətin səbirləsin ki, İslamın səfərləmsə deyibdir ki, bilmədiyi bir şey. Yəni, düşmən olur hətta onu ilə. Yəni, Allahın rəhməti buradadır ki, onu aşkar eləməyib insan üçün. O spiral DNK aşkar deyil, hamı aşkar olunsun. Yəni, aşkar olsa heç kəs sağ qala bilməz, yəni götürə bilməz, yəni fizioloji sağ qala bilməz, nəinki psixoloji, yəni orada diri qalmaqda, yəni gücü çatmaz o ağırlığa, o məlumatın ağırlığı və hətta orada da ola bilsin ki, biz başa düşdüyümüz dildə də hətta bizə Allah lütf verəsə, o lütfün də belə hətta qarşısında durmaq kimi belə bizdə o güc yoxdur, o gücü əldə eləməkdən ötürü yerə deyirəm, hardasa oxumaq, yəni universitet oxumaq, hardasa akademiya bitirməklə əldə eləmək olmur. Onu ancaq ağır düşüncə ilə mümkündür əldə eləmək. Qaldı ki, o insanlar ki, inancları var, inancları yoxdur, ateist kimi tanınırlar. Onların ümumiyyətlə belə baxanda, biz baxmışıq birinci səfər adamla söhbət edəndə görmüşük ki, onların inancı o qədər möhkəmdir ki, inatkarlığa dayanır. Kaş o cür inatkar inanc məndə olaydı.
Məsələn, öz inancsızlığına, yəni bu iddia edir ki, məsələn, Allah nazarlar yoxdur və yaxud da ki, bunlar həqiqət deyil. Məsələn, insanı qəbul eləməməyə vardır. Məsələn, bir deyək ki, ağıllı beyni də, yəni ki, qəbul eləməmək kimi, qarşı tərəfin ona inancı var ki, o heç nə bilmir kimi deyək. Yəni, onun danışdığı səhvdir. Burada inanc düşür ortalığa. Bu da öz şuuraltısına əsaslanır. Bu da səthi şuuraltı ilə hərəkətdədir. Zaten bu da aqressiyası onu qəbul eləməməkdə məqsədi onun yəni şuurlu şəkildə onun düşmənçiliyi yoxdur. Qəbul eləməməsində eyləmə qıcığı var, həqiqətə qıcığı var. O adam hətta həqiqətə əhli olsa da belə, yəni ola bilsin ki, o adam böyük bir, yəni elmə də sahib ola bilər, amma yenə də özünə baxsın ki, məsələ məndədir, niyə qəbul eləmirəm məsələsi var. Yəni hikmətin orada axtarsın. Dərin düşüncəni bu cür əldə eləmək olur. Dərin düşüncəni məsələn əli başının üstünə qoyub oturub fikirləşmək olmur. O insanlarla danışıqda, qəbullanmamaqda, səni qəbul eləməməkdə, sən qəbul eləməməyində və yaxud da ki, nəyəsə xoşuma gəlib, xoşuma gəlməməyin hikmətinə baxmalısan ki, niyə bu baş verirdi məsələn deyək. İnsanın deyək ki, bu yaxınlardan bir şəkil, köhnə bir şəkil tapmışdım. O düzdür, qaytarır insanı keçmişə, o çox bir retro bir xatirələr verir. O ilə yanaşı bir oturmağa vadar edir, insanı düşünməyə vadar edir, qaytarır oraya insanı. Amma qaytaranda fərqində olmalısan. Çünki qaytarsa o bir hər şey bir iplə bağlıdır. Bütün keçmiş iplə həqiqətə bağlıdır. Bütün keçmiş. Hətta şəkil də olsa belə, hətta əşya da olsa belə. Hamısının hikməti var. Hikmət sözünə görə bunu açdım ki, misal olaraq, indi yüngül misalda olsa, yəni öz başıma gələnlərdən deyirəm ki, yəni onu düşündükcə, yəni o səni oturursan bir neçə dəqiqə, yəni o keçmiş barəsində xatırlayırsan, zövq alırsan orada, amma onunla yanaşı axı bu 50 ilə dayanan həyatı tərpədirsən. Bütün iplər oradadır. Yəni bütün keçmiş hamısı, nə eləmisən, hamısı iplə, yəni elektronlar vasitəsilə bağlıdır. Həqiqətə bağlıdır. Sən onu tərpədirsən, bütün iplər tərpədir. Yəni titreşim, vibrasiya. O vibrasiya keçmişi başlayır tərpətməyə. Bu günü aktivləşdirir, sən bu günlərin hansı diskomfort yaşayanda başa düşə bilirsən ki, o şəkildən baş verir. Və o şəklə mən baxanda, analiz edəndə zaten artıq hər şey aktivləşmişdir. Mən gözləntidə olmalıydım onun yaxşı mənada gözləntidə ki, bununla yanaşı başqa bir axında olacaq. Yəni oradan bir axın olacaq. Yəni ona əsaslanan, keçmişə əsaslanan bu günün bir axın olacaq və yaxud da sabah bir axın olacaq. Bunu gözləntisində olmalısan, bu barədəki gözlənti olmalıdır ki, yəni ehtiyatlı olmalısan bu barədə ki, yəni nəsə olar yox, ehtiyatlı olmalısan ki, olacaq nəsə. Yəni bu əminlik olmalıdır. Çünki axı sən bir şeylər yaşamısan, bir haqlar qalıb boynunda, bir kiminsə mənim haqqım kimisə boynunda qalıb. Bunlar hamısı dolaşıq bir məsələlərdir ki, bunlar hamısı mən tərpətmişəm. Deməli, mən nə eləməliyəm? Məsələn, ibadət əhliyəmsə, məsələn, istiğfar eləmək deyiblər də, bizə tapşırıblar da, belə bir şey olmasın. Hətta olmamışdan qabaq da eləmək, biləm ki, daha yaxşı olar ki, o həmən o axının qabağını blok qoya bilir, o titreşimi sakitləşdirə bilir, yönəlilə bilir, başqa bir istiqamətə, o istiqamət ki, daha xeyirlidir, yəni daha tədbirlidir, onunla bağlı. Yəni, şuur və şuuraltı tək bu deyil də, yəni bu sadəcə bir insanı bir müddət sanki özünə, yəni həmən o öz həqiqətinə varmaq üçün bir metoddur ki, şuuraltı, yəni bu vasitə ilə ki, sən şuuraltıya əsaslanıb bu hərəkəti buna görə edirsən, yəni bu adamı oradan diri çıxartmaqdan ötürü lazım olan bir metoddur ki, bunu da böyük insanlar təbii ki, çox zəhmətlə əldə ediblər. Bu, o qədər də yüngül bir iş deyil onu təyin edirlər. Amma sonra zaten bunun həqiqəti ki, var, biz danışdıq ki, orada DNK, özdə ilahi bir DNK deyirlər onun adına. İlahi DNK-sı ki var, o özü, sonra onu sən o düşüncəyə dəvət edirsən ki, o düşündükcə özü ilhamlanacaq. Düşündükcə özünün halını, öz halına öz xasiyyət verəcək. Düşündükcə öz halına ad qoyacaq. Düşündükcə ətrafda nə baş verinin fərqində olacaq. Şuurlu düşündükcə.
şuur, ayıq beyinlə, yəni ayıq beyinlə düşünür. Düşündükcə ki, düşüncə də belə bir şeydir ki, insan düşündükcə o demək deyil ki, çaşqınlıqda qalar. Çox adama düşüncə təklif edəndə onları sıxılır ki, düşünməyə, yəni sıxılırlar düşüncədə. Zaten sıxıntının özünün fəlsəfəsi var. Niyə görə sıxılır? İstəmir, yəni komfort zona bilir. Acı həyat tərzini, onun şuuraltısı onun üçün balansa, keçmiş məlumatlara əsasən komforta salıb. İstəmir oradan çıxmaq. İlhamlanmaq istəmir. Mesela salih əməl sahibi olmaq istəmir deyək. Məsələ əməl sahibi olub mənə nəsə versinlər deyil. Əməl sahibi olub ki, diri qalım, xeyirli, bərəkətli, bəyək öz ömrüm olsun, faydam olsun, faydalı olum. Yəni olduğum yerdə yəni, məndən ayrılan titreşim, məndən ayrılan şüalanmanın özümə başqalarına faydası olsun. Məqsəd budur orada. Bu onu istəmir. Onun üçün ki, onun o barədə məlumatı yoxdur. Gələ məlumatlandırasan ki, sən buna görə bunu istəmirsən. O istəmirsəni başa düşəndən sonra o istəyirəm aktivləşəcək. Çünki nəyin bahasına olursa olsun, nəyisə əldə eləmək, budur. O, yəni maddi sferada və yaxud da ki, bu dünya həyatında gördüyümüz müəyyən şeylər ki, var ki, insan onu özünü qoyur, orada xərclənir, orada xərclənirsə fizioloji xəstəlik qaçılmaz olur. Özdə elə bir xəstəlik ki, əbədiyyətə çevrilir olsun. Yəni, hətta xəstəlik ondan əl çəksə də, ondan əl çəkməyəcək. Amma beyni, yəni ayıq insan, yəni özü həqiqətini dərk edir. İnsanın nə xəstələnməyə vaxtı yoxdur, nə boş danışmağa vaxtı yoxdur, vaxtı yoxdur. Yəni, bildiyi vaxtı yoxdur ki, o otursun, xəstələnsin, nə bilim, hansısa bir təbii ki, ilahi tədbirlər ki, ondan savayı ki, qəmlənsin, yəni azı qəm gəlsin buna, nəsə narahat olsun. Yəni, vaxtı o şeylərə yoxdur. Çünki o qədər gözəlliklər var ki, onları müşahidə elədikcə başa düşür ki, o gələ bilən qəm, gələ bilən kədər, gələ bilən diskomfort, hamısı komfort imiş. Yəni, Allahın rəhmətidir. Yəni, rəhmət stakanda gətirilmir ki, şirin çay. Yəni, rəhmət elə bu cürə zəhmətlə əldə olunur. Söz özü də danışılanda, düşüncə özü də çox zəhmət tələb edir. Bu fiziki yorğunluqdan çox yorğunluq gətirir, amma çox da zövqlüdür. Yəni, o qədər zövqlüdür ki, bunu fiziki iş işləyənlər bilir də, fiziki işi işləyib, işindən zövq alan insan bilir ki, nə qədər yorulmağın zövqü var. Ən çox da çobanlar yaxşı bilirlər, onlar gəzirlər deyənə, o heyvanın arxasıysa ya önündə hərəkətdə olanda, görürsün yorulanda və heyvan dizini yerə qoyanda o da bir dirsə yerə qoyur. Onun da bir zövqü var. Yəni orada da bir deməzdim ki, şuuraltı və həmin o Mətin Dinkadan aldığı ilham ki var. O ilham beynindən bütün bədəninə süzülür və onu o qədər rahat aram edir ki, daim zövqün içində olur. Yəni insan hamı bu cür, yəni eyni şəkildə olması da ki, eyni şəkildə olsun mümkünsüzdür. Çünki hər hamıya qoyulan məlumat ola bilsin eyni olsun, məsələn kvant fiziklərinin dediklərinə görə. Amma insanın ki, hərənin ki xasiyyəti ki var, xasiyyətinə əsaslanır. Ki o xasiyyətinə əsaslanır deyə o psixologiya burada lazım olur ki, o xasiyyətinə əsaslanmasın da. Xasiyyət dəyişməyəcək, amma xasiyyət forma elastikdir. Başqa bir şəkilə düşə biləcək. Yəni, o xasiyyətlər, amma deyək ki, bir aqressiv adam kimi tanınıb. Amma onun aqressiyası, məsəl üçün, iman getirdi, aqressiv olmaq olmaz. Məsəl üçün, ədəbsiz danışmaq olmaz. Bu kimi, yəni, bir iki dənə şey eləmək olmaz. Olmazsa, o xasiyyəti dəyişmir. Sadəcə o xasiyyət yerində qalır, aqressiya lazımlı keyfiyyətdir. Onun yerini bilir. Bəxtüzar yeri bir məsələsi var. Məsələn, yerini bilmək məsələsi var ki, artıq o yerini biləcək, harada nə etmək lazımdır. Aqressiya harada işləməlidir, məsələn, deyək, meydanda. Məsələn, vətənə hücum olub, sənə orada aqressiya lazımdır. Orada buyurunla, məsələn, alınmayacaq da o hansı ki, xasiyyətində var, formalaşdırmışsan.
orada artıq aqressiya işə düşməlidir və yaxud ki, düşmənlə mübarizə olsun bu yerlərdə. Onlar keyfiyyətlər hamısı. Sadəcə onlar neqativə çevrilir və insanlar arasında qəbul olunmur ona görə ki, çobudluqdur, incidir insanı ona görə. O yoxsa onun adını negativ qoyurlar, negativ xüsusiyyət, xasiyyət. Negativ xüsusiyyət, xasiyyət kimi tanınır, amma biz dediyimiz kimi gördünüz, onun formasını dəyişdi. İnsan başa düşdü, onu işlətmədi. O qalır arxa fonda. O lazım olanda öz aktivləşir. Sən aqressiyanı məxsusən hansısa bir üsulla, sözlə, terminlə, dua ilə aktivləşdirmirsən. Və yaxud da ki, egoizmin özü və yaxud da bəyənilməyən müəyyən egoizm, təkəbbürün özü, bəyənilməyən bir hallardır ki, amma hamısı gözəl keyfiyyətlərdir. Hamısı öz yerində dərin, düşüncəli insan işlədəndə görürsən ki, nə möhtəşəm bir keyfiyyətlər imiş bunlar. İnsan Allaha nöqsanlı yaratmayıb axı. Yəni, əgər məndə təkəbbür, egoizm, aqressiya varsa, bu problem yəni yaradılışın problemi deyil ki. Yaradılışın fəlsəfəsi, həqiqət, gözəllikdir, gözəl biçimdə yaratmışıq budur. Qaldı ki, heç inanmasın, lap ilahi yaradılışa inanmayanda inanmasın, lap öz bildiyi kimi bilsin. Zaten ki, gözəl biçimdəsən, yəni bunu ki, qəbul edirsən. Deməli, o xüsusiyyətlər ki, sayırlar insanlarda, onlar vaxtından tez aktivləşəndə özünü aktivləşdirirsən, çünki ondan başqa bir şey elmin yoxdur. Yəni, hər şeyi qışqırtı ilə əldə eləmək kimi bir xasiyyət formalaşdırmırsan özündə. Amma qaldı ki, dərin düşüncə bunları balansa salır. Kimlər necə olmaq lazımsa olursa, məsələn, biz üçün meyyar İslamdır. Uşaqla uşaq, böyüklə böyük. Görürsünüz necə işlədir, aqressiv meydanda aqressiya. Mütləq lazım, mərhəmət, maksimum mərhəmət, yəni ələ düşməz, təkrar olmaz bir mərhəmət. Və möhtəşəmliyi də düşüncənin, yəni dərin düşüncənin möhtəşəmliyini yəni bura qədər deyə biləcəyim hələ ki, bunu deyə bildim. Çox möhtəşəmdir. Bir dənə biz 2 dəfə, 3 dəfə ki, bu söhbət eləmişik, danışmışıq. Demək olar ki, hamısında bu söz işlənir. Həqiqətə qarşı qıcığı, aqressiyası olan. Hələ bu söhbətin içərisində, müzakirənin içərisində də bu işləndi. Birincisi, bunu bilmək istəyərdim ki, ümumiyyətlə, nəyə görə insanın həqiqətə qarşı qıcığı olmalıdır ki? Bu bir məsələ. İkincisi budur ki, həmin şəxsin aqressiyası, qıcıqlı olması həqiqətə qarşı, şəxsin özünə və yaxud sözünə falan, həqiqətin özünə həmçinin, onun şuuraltısında olan qıcıqdır, yoxsa şuurlu şəkildə olan qıcığıdır? Danışa bilərəm. O, onun şuuraltı qıcığıdır. O, biz birinci dəfə danışığımızda var idi ki, keçmiş yaşam öz yaşına uyğun. Məsəl üçün, bir adamın 30, 40, 45 yaşı varsa, o yaşamına uyğun ki, görüb, eşidib, ona deyiblər, hər halda tərqim və yaxud da ki, deyək ki, titreşim vasitəsilə uzaq bir məsafədən köçüm eləyib buna. Bu, o şuuraltı, yəni o negativ informasiyalar ki var, ona əsasən hərəkətdə olur, ona görə inadkar olur bəzi hallarda. Negativ informasiyalar toplumu orada çoxdur. İnsan gözəl müşahidələr eləməsə, onu götürə bilməyəcək. Məsələn, deyək ki, yenə də məcburam qayıdaq İslam tarixinə ki, orada qəbul eləməyənlər var idi. Onlar komfort zona ki, bildikləri bir şey var idi. Onlar şuuraltısı onu şuura atırdı ki, bu komfort zonanı əlindən alacaq. Sən ki, deyək ki, mən həmişə işrət əhliyəm və gəlmişəm bugün və yenə dediyimiz ki, həqiqət eşidirəm. Həqiqəti eşitməyin zövqündən zaten itələyir onu. Yəni, zövq paradoks təşkil edir. Onun zövqü ilə bu zövqün arasında bir qəribə bir paradoks baş verir, amma o üstün gəlir özünki. Düzdür, sən məndən üstünsən, amma qəbul edə bilmirəm. Çünki bu şeyə verməli olacam. Yəni, çünki onu almaqdan ötürü, məsəl üçün, deyək ki, əşhədü ən la ilahə illallah deməkdən ötürü mən gərək üzüm və o şərab dolu qabı verməli olacam. Yəni, şuuraltı olan ümidsizliyə deyən negativ informasiya və məlumat qoymur aktivləşsin o həqiqəti. İnsan onu qəbul eləsin və inadkarlığa çevrilir və düşmən olur. Çevrilir düşmənə.
Amma nə ilə düşmənçilik elədiyi, insan olaraq, insan faktoru görür qabağında, zaten öz şərabı ilə düşmənçilik eləyir, öz yeyib içdiyi yerlə düşmənçilik eləyir. Zaten özü ilə düşmənçilik eləyir. Onun düşmənçilik elədiyi həqiqətlə o düşmənçilik eləyə bilməyəcək, apara bilməz. Çünki o bir tık ondan üstündür. Bir tık dediyimiz yerdən göyə qədər üstün bir şəxsiyyət, üstün bir varlıq, üstün bir informasiya, hansı ki səni heç nəyə məcbur eləmir. Sən özündə qıcıqlanırsan, sənin qıcığın keçmişinə bağlıdır, çünki səni çox şeyə məcbur ediblər. Ona görə bu günlərdə səxavət sferasında deyilən sözü, mərhəmət və kəramətlə deyilən sözü itələyirsən. Yenə o elə bilirsən ki, səni əlindən nəyisə alacaqlar. Yəni, bu məsələləri insan özündə həll eləsə, elə bilirəm ki, əmin və doğrudan da qətiyyətli şəkildə həqiqətə doğru gedəcək. Yəni, heç kəs onun mani ola bilməyəcək. Burada həqiqətə doğru getmək, yəni nəsə xüsusi paltar, minik sad verməyəcəklər. Yəni, insan öz düşüncəsi, elmi kifayət edir ki, elm insanı gözəlləşdirən bir şeydir. Yəni, elm insanın, yəni həqiqət, yəni elm. İstəsən ki, haradasa Allahı görmək istəyənlər var da, görmək istəyirsə özünə baxsın, düşüncəsinə baxsın ki, o düşüncədə, yəni Allah tərəfdədir. Yəni, düşünsün, baxsın düşüncəsinə. Gözəl düşüncə, yəni Allah. Yəni, negativ düşüncə, deməli, Allahsızdır. Bir dənə orada mənə qaranlıq bir şey qaldı, onu da qısa şəkildə istəyirəm. Deməli, məlumatlar, öyrəndikləri, ona təlqin olunanlar, bunlar məlum öz yerində. Amma bir dənə söz işləndi ki, dediniz ki, uzaq bir məsafədən, keçmişlə bağlı, hətta elə indiki ilə də bağlı ola bilər. Uzaq məsafədən ona bu fikir, bu düşüncə, yəni onda həqiqətə qarşı qıcıq yaradan düşüncə uzaq məsafədən ona ötürülməsi. Bunun mümkünlüyü barəsində zəhmət olmasa. Yəni, necə baş verir bu? İkincisi də burada da biraz ağır da olsa ilahi ədalət məsələsi. Məsələn, mən bugün valideynlərim məni məsələn bu formada tərbiyə edib yetişdiriblər. Bu təbiidir. Və yaxud ətraf mühitdə dost, tanış falan. Bir də var ki, ümumiyyətlə məni ilə ünsiyyətdə olmayan bir şəxs kənardan mənə bu enerji vasitəsilə ötürülüb ki, mənim həqiqətə qarşı qıcığım var. Burada ilahi ədalət məsələsi, bəs onu necə anlayaq? Elə ilahi ədalət onun özü oradadır da. Çünki insan açıq qoyduqca qapısını, yəni insanlar qapısını bağlı olması yaxşıdır ki, insanın qapısı beyin, yəni şuuraltı, ümumiyyətlə düşüncə baxımından söhbət gedir. Göz məsələsi var ki, hər yerə baxmamalıdır. Baxdın, hər yerə baxsan, hər nə gəldi eşitsən, hər nə gəldi danışsan, hər nə gəldi yesən, hər nə gəldi giyinsən, necə gəldi yaşayacaqsan. Burada Allahın ədaləti, elə buradadır ədaləti. Yəni, burada var axı, əvvəldən deyiliş var idi, tapşırıq var idi. Bəs valideynlərin tərbiyə eləməyində siz naqis tərbiyə ediblər, yoxsa düz tərbiyə ediblər. Ümumiyyətlə, mənə görə insan tərbiyə məsələsində tərbiyə olunmur. İnsan xatırlayan varlıqdır. Məsələn, valideynin ünsiyyətindən uşaq tərbiyə olunur. Valideyn dediyimiz ailənin ünsiyyəti, bir-birinə olan ünsiyyətindən götürülür. Bizə çox şey deyiblər ki, belə ol, belə ol, belə olmaq lazım. Bu olmaq lazımdılar ki, var ki, biz olan heç biri olmamışıq. Biz olmuşuq, müşahidələrlə olmuşuq. Ya kimə sözümüzü oxşatmışıq, ya uzaqdan dediyimiz ki, var ki, aldığımız məlumatlar, bu oxşatmalardır. Kimisə olmaq istəyirik. O məsafə olaraq, məsəl üçün deyək ki, o hadisə olub deyək ki, haradasa Rusiyada. Elə bir insan olmaq istəyirik. Yəni, və oluruq da. Yəni, bu alma, orada ilahi ədalət, buradadır ki, sən nəyi sevirsən, səninlə bir yerdə o seviləcək də, düz deyirəm ki, insan hər nəyi sevsə, Allah da onu o ilə bir yerdə sevəcək. Bizdə deyilir, məhşur eləyəcək. Məhşur eləyəcək. Yəni, hər kəs o ilə məhşur olacaq. Yəni, burada elə Allahın ədaləti budur ki, bəndələrini çox sevir deyə, indi onu daha siz yaxşı bilirsiniz ki, ona görə onlar nəyi sevsə, onu sevir, onunla seviləcəklər. Bu da yenə düşüncə, yenə qayıdır ki, insan yenə düşünməlidir ki, ondan sonra ki, özü ki, ailə quracaq, yaşayacaq, gərək öz xanımı ilə ünsiyyətində çox həddindən artıq çox düşünsün, təfəkkür eləsin, ünsiyyət qurmamışdan qabaq
təfəkkür və düşüncəsi qabaqda olsun ki, çünki uşaq tərbiyələndirir, gələcəyə ötürmək edir. Yəni, sistemdə bioloji döngüyə informasiya qoyacaq. Yaradıcının bir parçası olacaq. Yəni, bunun için biz düşünməmişik heç vaxt. Yəni, bitirmək için yaşayırıq biz. Yəni, gəlmişik, bunu deyim, bunu deyim, bunu deyim. Bax, mesela bu nələrsə eləməklə, yəni bitirməyə fokusludur şuuraltı. Ona görə xəstəliklər, psixoloji xəstəliklər, fizioloji xəstəliklər, ona görə bu qədər aktiv və populyar. Həmişə də belə olur, indi belə deyil, yəni həmişədən mövzudur. Ki, bitirməyə doğru hərəkətdir. Biz bitirməyə doğru hərəkətdə olmalıyıq. Bayaq dediyimiz kimi bizim fikrimiz nə olmalıdır? Bizim vaxtımız olmalıdır bitirməyə, xəstələnməklə, kimi şeylər, sinir qətir sözlər eşitirmişəm, o hikmətin bilməliyəm, şimdi eşitdim. Bir neçə dəqiqə düşünmək kifayət edir ki, insan tərkibləsi təvəkküllədir, eşitmədiyi şey, layiq olmadığı bir şeysə eşitməz. Layiq olduğu eşitdir, layiq olmadığı qıcıqlanmalı yaşamıyor. Əgər qıcıqlanırsa, hikmətlə baxmaq lazımdır. Mesaj var, nəsə deyirlər sənə. Yəni, hər halda dafilə aləmdən mesaj var sənə, içinə bax, gör nə baş verir, gör hansı halaydı, nə düşünürdü, kim oldu. Yəni, hansı düşüncə, hər şey düşüncədən keçsin. Məsələn, az qala maşın mənə vurmuşdu. Məhəmən oldu, sən nə düşünürdün, ona bax. Qaydaq yenə söhbətimizin əvvəlindən, bu düşüncə mövzusu ümumiyyətlə çox geniş bir mövzudur. Həm də mühüm bir mövzudur. Elə çoxlarımızın, belə deyək də, tanış olmağımıza gətirib çıxardacaq, daha doğrusu tanış olmağımız üçün zəruri olan bir mövzudur. Biz çox şeylərdən görürsən, insan diqqətsiz olur. Ona görə mühüm məsələlər bizdən kənarda qalır. Halbuki o mühüm məsələlər bizim həyatımızda böyük bir rol oynayır. Onlardan da biri düşüncə məsələsidir. Bir dənə də bir məsələni demək istəyərdim ki, Quran çox düşüncəyə dəvət edir insanları düşünməyə, çox yerlərdə, hətta bəzi yerlərdə məzəmmət edir. Hətta bəzi yerlərdə, bəzi ayələrdə məsələn var, bir ayə məsələn zehnimdə var ki, düşünməyən insanları Allah Teala digər canlılarla, hətta onlardan da aşağı tutur. Düşünməyən, söz burada budur ki, Allahın belə deyək, mesajı ayədə budur ki, insanlar düşünsünlər, hər zaman təfəkkür eləsinlər, düşünsünlər. Amma maraqlısı budur ki, insan neylə düşünür? Məsələ buradadır. Kimə sual verirsə, hamı deyəcək ki, ağılla, beyinlə düşünürük. Beynin, ağlın özünün qüvvəsi var, gücü var ki, insan onun da bir, belə deyək də, həddi var da, yəni ora qədər düşünə bilər da, ondan artığın keçə bilməz. Necə ki, beyində, ağılda olan, şuuraltıda olan, şuuraltının altısında olan məxfi bir baza var ki, biz oradan nə qədər Allah belə deyək, izin versə, müəyyən qədər də bir damcı, iki damcı məsələn ölçüdə verə bilir. Onu ancaq o verə bilir də. Amma bizim icazəmiz yoxdur girməyə. Ağlın da bir həddi var. Düşünmə həddi var ki, ora qədər düşünə bilər. Ondan artığı məsələn, yəni gücü çatmır, belə deyək. Yəni gücündən kənardır. Allah rəhmət eləsin Şeyx Nizamiyə deyir, yandırdım beyində ağıldan çıraq, elə bir çıraq ki, günəşdən parlaq. Günəş tək parlayan bu ağlın özü səni dərk edə bilməz, kör olar gözü. Yəni Allahın barəsində, əsərləri barəsində, təsirləri, xilqəti barəsində düşünməyə ağlın gücü çatır. Amma Allahın varlığının özü barəsində ağlın düşüncəsindən, gücündən kənardır. Yəni ona gücü çatmaz. O həddə, o baxımdan deyirəm ki, ağlın da bir həddi var da, düşüncə həddi var. Bir hədis var idi. Mən bir ayəni məsələn başa düşmürdüm. Daha doğrusu ayədə keçən bir sözü. Ayədə keçən bir sözü başa düşmürdüm. O hədis elə bir ki, o ayəni mənə izah elədi, aydınlatdı. Hansı söz diyor? Liulil əlbab. Quranda bir neçə yerdə keçir. Ağıl sahibləri. Demir birbaşa ki, ağıllı insanlar və yaxud ağıllılar. Amma deyir ağıl sahibləri. Bir sual çıxır ortalığa ki, yaxşı, ağıl sahibləri deyəndə insan öz ağlına sahib olursa, neynən sahib olur?
Biz əslində öz vücudumuzda ağlımızla sahib oluruq. Amma Quran deyir ki, ağlına sahib olanlar. Ağıl sahibi, yəni məndə onda ağıldan da üstün bir şey var ki, mən ona ağlımın özünə də sahibəm. O hədis də belə deyəcəm, yadınıza düşəcək. Həzrəti Adəmə Allah Taala ilk insanı yaradanda hədisdə belə buyurulur ki, Həzrət vəhiy mələyi nazil oldu. Dedi ki, Allahın sənə 3 təklifi var. 3 şey ki, təklif edir sənə, amma onlardan birini götürməlisən. Nədir onlar? 1 ağıl, 2 din, 3 həya. Bu 3 dənədən birini götürməlisən. İxtiyar sahibisən, hansını istəyirsən, seç götür. Həzrət Adəm düşündü, belə deyək, cavab verdi ki, həmən ağlı götürürəm. Ağlı götürürəm, onda deyir Həzrəti Cəbrail, mələk əmr elədi həyanla dinə ki, siz onda qaydın gedin, onlar da ki, biz qayda bilmərik. Dedilər, soruşdu, nəyə görə? Dedi, çünki ağıl hardadısa, biz də ona inanıq, biz ona bağlıyıq, yəni gedə bilmərik. Burada sual var ki, Həzrəti Adəmə Allah Taala ağlı sonra təklif elədi ki, seç götür. Həzrəti Adəm də neynə düşündü? Əgər ağlı sonradan götürmüşdüsə, neynə düşündü? Neynə düşündü məsələsi budur. Allah Quranda buyurur ki, bir xilqət var, bir də fitrət var. Xilqətdə yaratmaq deməkdir, yaradılış deməkdir. Fitrət də yaradılış deməkdir. Xilqət insanın zahiri görkəmi. Yəni Allah Taala belə yaratdı. Bu insanın xilqətidir. Fitrət budur ki, yəni insanı Allah Taala hər bir şeyi ilə bütöv olaraq, ağıl da içərisində, şuur da içərisində, duyğular da, hisslər də içərisində, ruhu da içərisində, qəlbi də içərisində. Yəni hər bir şey ki, insanın belə deyək, lazımdır, nə ki lazımdır insanın içərisində olsun, onunla bir yerdə yaratdı. O elə bir ki, 2 dənə su quyusudur, o qədim quyular var idi, daşdan. 2 dənə su quyusudur, birinin suyu yoxdur. Amma digərinin suyu var. Bunun elə bir ki, əvvəldən suyu olmayıb. Amma ikisinə də quyu deyirik. İkisini də quyu deyirik. Amma əsl quyu hansıdır? Özünü doğruldan, içərisində su olan. Çünki quyu deyəndə avtomatik zehnimizə nə gəlir? Quyudan su çəkirlər. Əgər suyu yoxdursa, adı elə quyu olaraq qalır. Xilqət, yəni bu, insanın zahiri görkəmi. Amma fitrət budur ki, hər bir şey ilə bahəm. Fitrət əslində Allah Taala fitrət əsasında yaradıb insanı. O fitrətin özü, deyərdi ki, insanın o deyirləri ego, insanın özü. Həmin o özdən söhbət gedir. Ki, həmin o fitrətin özü hər bir həqiqəti tanıyır. Hər bir həqiqəti tanıyır və həmçinin hətta ağıldan da üstündür. Məsələn, fitrət mümkün özdə pakdır. Allah Quranda var ki, biz pak olaraq fitrəti verdik. Mümkün deyil ki, fitrətən insan neynəsin? Belə deyək, həqiqəti inkar eləsin. Amma ağılla gəlir, görürsünüz, bəzi şeyləri dərk eləyə bilmir, anlaya bilmir. Bəzi şeyləri də həmçinin neynir? Belə deyək, inkar edir. Rasional şəkildə məsələn inkar edir. Amma fitrət, əslində dinin gəlməsi, peyğəmbərlərin, imamların, insanlarla işləməsi əslində nədir? Onları öz fitrətlərinə qaytarmaqdır. Ki, insan öz fitrətinə qayıtsa və hər bir şey orada var. Bir də bunun adını hələ kvant fizikası da qoymaq olar ki, həmin o məxfinin də adını buna qoymaq olar ki, insanın fitrəti. Çünki hər bir şey orada var. Yəni, insana lazım olan və həqiqətlərin hamısı. Fitrət onu inkar heç vaxt mümkün deyil ki, eləsin. İnsanın fitrəti. Və inkar eləyənlər də əslində fitrətindən qəflətdə olanlardır. Ağıldan yox, fitrətindən qəflətdə olanlardır. Sözümü neyin üstünə gətirib çıxartmaq istəyirəm? Buradan aydın olur ki, deməli insan fitrətən ağlına sahibdir. Ulil əlbab, ağıl sahibləri üçün burada ibrətlər var. Çox ağıl sahibləri var ki, cəmiyyətimizdə, təbiətdə nə qədər hadisələr, ibrətli şeylər var ki, onlar ondan ağıl baxımından belə deyə ibrət götürmürlər. Amma fitrətən insan ibrət götürür. Çünki fitrətin içərisində bu tələb də var ki, fitrət harda həqiqət var, onu neynir? Qəbul edir, götürür üzərinə. Fitrətindən xəbərsiz olan insanlar qafildilər deyənə, ona görə bu şey baş verir. Deməli, Quran-ı Kərim düşüncəyə dəvət edir və bu düşüncənin özü barəsində də neçə dənə sözlərdən istifadə edir. Hələ əvvəl bunu deyək, sonra onların barəsində danışarıq, müzakirə edərik. İnsan ümumiyyətlə bir fitrətən düşüncə sahibidir. O heç öz yerində Həzrət Adəmi misal çəkdik. İkincisi də ağılla.
Bundan başqa yollarla mən məsələn Qurani-Kərimdə baxmışam, hətta qəlbin də düşünməsi var ki, onlar qəlbinə dərk eləyərlər. Deməli, qəlbin də düşünməsi var. Bu üç şeyi Qurani-Kərimdə toxunulub ki, fitrət, 2 ağıl, üçüncüsü də qəlb. Bundan başqa şey də mi var ki, görəsən? Ola bilər, məsələn, Qurani-Kərimdə var, bizim xəbərimiz yoxdur. Məsələn, özümdən danışıram, amma insan vücudunda elə bir şey var ki, onu ilə məsələn düşünsün. Və orada təbii bunu bu gündən müasir elm, yəni bu əsasda bu kvant biologiyası bunu əsas gətirir ki, beyindən də qabaq gələn bir şeylər ki, məsələn ki, aktivdirlər ki, beyin özü qida istəyir, məlumatı özü almaqda ötürü. Ona məsələn onurğa beyin deyən də var ki, onurğa çox vaxtda görürsünüz ki, hansısa bir xəstəlik vaxtı ki, baş verir ki, adı o xəstəliyin sizin deyək ki, DNK dəyişimi kimi bu günlərin tip mesela köçürmələr edirlər də insanın sonra insan ona adaptasiya ola bilmir. Çünki o olur ha, yəni amma deyək ki dəqiq deyə bilmərəm ki kimlərisə haqqına gəlirəm, amma olur, az olur. Nadir hallarda o əməliyyatdan sonra insan adaptasiya ola bilir. Çünki DNK başqasınki olsa, hətta atasınki olsa belə, orada yaş və yaşanmışlıq var deyənə, o məlumatı, məlumatı olaraq artıq o köçürmə məlumatdır, başqa bir məlumatdır. 25 yaşı var bir adamın, atasında deyək ki, bunun 50 yaşı var. Bu məlumat 50 yaşına dayanan və ondan qabaqçı bir yaşanmışlar ki, var ki, bundan qabaqçı mövzularda danışmışdıq, nəyə əsaslanır. O məlumatların hamısına o 25 yaşında uşaq adaptasiya olmağı demək olar ki, mümkünsüz olur bir çox vaxt. Çünki qəbul oluna bilmir. Bir də yaddaşında saxlamaq məsələsi ki var, 8 milyardçı hüceyrə, onlar cütdülər hamısı və hərəsinin öz yaddaşı var. 8 milyard. Və bu vasitə ilə ağlı seçir, ağıl sahibləri, yəni düzə yaradılışda ağlı seçirsən, yoxsa nə deyirsən? Dini, həyat. Bəli, ağıl nə ilə seçdi? Həmən o yaddaş vasitəsilə seçdi. Çünki Allah informasiya, məlumat ümumiyyətlə bütövlükdə insan bütün təpədən dırnağa yerləşdirib, belə deyə götürsün, belə desək, yəni eldiylə desək, yəni dırnağından, ayaq dırnağından, saçının, yəni başdakı saçının, tükünün ucuna qədər hamısı məlumatdır, informasiyadır. Beyin aktivləşdirir bunların hamısını. Beyin yəni, aktivləşdirir, alır, götürür, yəni informasiya ondan alır, götürür və ötürüm edir. Bax, şuuraltı, amma şuuraltı beynin aşağı hissəsi demək deyil ki, şuuraltı başqa bir məfhumdur. Hətta insan dünyasını dəyişsə də belə, şuuraltı vibrasiyanın titreşimi qalır. Yəni, o heç vaxt o fon oranı tərk eləmir. Yəni, o qalır, burada qalır. Yəni, bu, yəni, deyək ki, cismi bastırırıq, şuuru şəkildə insan yoxdur. Yəni, biz başa düşürük ki, bu adam dünyasını dəyişir. Amma şuuraltı belə bir məfhumdur ki, o elektrondur, o həqiqətin özünədir, qoşulur. İnsan dünyadan geçsə də o ip hələ də qalmaqdadır. İp deyirlər də, ona deyir ki, amma kvant biologlar deyirlər, buna elektron deyirlər. O ki, kəşf oluna bilmir, kəşf edə bilmirlər ki, o nə ilə əlaqəlidir. Məlumat oradadır. İnsan daim qeybdən aldığı ki, məlumatlar var. Qeyb barəsində özü heç nə bilməsə də belə, amma qeyb onun barəsində çox şeylər bilir. Və layiq olduğu qədər ötürmə edir oradan. Çünki yenə bayaq dedik ki, artıq bir məlumat ötürə bilmir ki, çünki insan mətin diqqət aktivləşəcək, atacaq şuura, yəni onu o insan daşıya bilməyəcək, yükü ağır olacaq aldığı məlumatlara əsasən. Çox maraqlıdır ki, onu həmişə mənim özümün maraqlı olub. Ki, insan ümumiyyətlə üçünü yenə deyirəm, üç məfhum məlum məsələdir. Fitrətən, insan əqlən, bir də qəlbən ki, bunlar dərk eləyənlərdir və insan bunu ilə düşünür, təhlil eləyir, seçə bilir ağı-qaradan falan. Amma bundan başqa da mı ki, indi sizin toxunduğunuz dırnaqdan hətta tükün ucuna qədər belə deməli, insan vücudu olaraq, ona barədə də düzdür, ayədə var. Allah Taala fərqli feillərlə işlədib düşüncəni.
O barədə də var. Hətta bütövlük. Bütövlük bir var, insanın özü ilə bütöv olması. Məsələn, elə onu buradan çıxarış eləmək olar ağıl sahibləri. Yəni mən ağlıma sahibəm. Tək ağıldan söhbət getmir. İnsanın duyğuları da var, hissləri də var. Onlara da sahib olmaq. Əslində kamil insan budur ki, özündə olan hər bir şeyə sahibdir. Qeyri-kamil də budur ki, nakamil də budur ki, özündə olan bəzi xüsusiyyətlər insanın özünə sahibdir. Məsələn, qəzəb. Mən idarə edə bilmirəmsə, demə mən ona sahib deyirəm, o mənə sahibdir. Hə, belə. Amma sahib olduğumuz olur bütöv bir insan, bütöv insana da biz deyirik kamil insan. Hə, çox gözəl söhbət oldu, müzakirə elədik, danışdıq. Bəzi məlumatlar ki, o qaranlıq qalmışdı, aydınlıq gəldi olaraq. Allah müvəffəq eləsin inşallah. Təşəkkür edirəm, sizə də təşəkkür edirəm. İnşallah gələn dəfə bu mövzunu davam edərik.